Salam kızlar, necəsiz? Bugün bir televizor videomla karşınızdayım. Bu televizorun bir anısı var, qoy belə deyim, bir hekayəsi var. Niyə hekayəsi var? Mən elə bir özüm üçün qardırop yığdacı idim. O da biraz baha olduğu üçün televizor götürməyə heç fikrim yox idi. İndi bu televizorun hekayəsinə qulaq asın. Elə bir oğlum gəldi, televizoru taxdı. Televizor yandı. Bax, gördüyünüz televizor 82 ekranlıqdır, biraz balacadır, düzdür, amma yandı. Amma heç bir problemi yox idi da, təzə idi. Demək, televizor yanandan sonra mən o qardropu götürmək fikrim olmadı. Televizor, bax, yeri də oradadır. Qardrop fikrindən vazgeçdim, çünki televizorsuz qala bilməzdim. Ona görə də televizor almaq qərarına gəldik. Dünən axşam getdik, belə bir televizor götürdük. Samsung 148 ekrandır, mən səhv eləmirəmsə. Bir dənə də belə, elə bir televizorun arxasında dəmir vermirlər. Yəni onun dəmiri olur, difar asmaq üçün bayaqlarım sizə olubsa televizorda göstərdim. Belə bunu ayrı aldıq. İndi sözümün canına gəlim. Yəni demək istəyirəm ki, mən heç bu televizor, yəni almaq fikrim yox idi. Belə bir televizor deyil. O birisi televizor 82 ekranlıq demişdim, bəsdir mənə hələ ki bir 3 il, 4 ildən sonra belə böyük televizor istəyirdim. Amma ki planlarımda olmayan, başıma gəldi. Planımda yenə dediyim kimi qardırop var idi. İçi işıqlı qardırop istəyirdim. O təzə çıxmalardan, prosta ki oğlum sağ olsun. Televizorumuzu yandırdı, ona görə də belə bir televizor gedib alası oldum. İndi quraşdıranda sizə göstərəcəm. Belə qızlar, biz işimizi qurtardıq, televizorumuzu qoşduq. Bu televizor yanan televizordur, oğlum yandırdığı televizor.